Yaxın günlərdə geomaqnit aktivliyi mülayim səviyyədə qalacaq, ancaq müəyyən dövrlərdə qısa müddətli maqnit qasırğaları mümkündür. Referans Az-24-29 mart tarixlərində gözlənilən geomaqnit qasırğası proqnozunu təqdim edir. ABŞ Milli Okean və Atmosfer Administrasiyası və Kosmik Hava Proqnozu Mərkəzinin xəbərlərinə görə martın sonu geomaqnit aktivliyinin artması ilə müşahidə olunacaq. 24 mart orta dərəcədə pozulma gözlənilir. 25 mart geomaqnit qasırğasının mümkün inkişafı, 26 mart ikinci səviyyəli qısa müddətli tufanlar gözlənilir. 27-28 mart nisbi sakitlik dövrüdür. Maqnit sahəsi orta aktivlik həddində olacaq. 29 mart aktivlik yenidən mülayim tufan səviyyəsinə qədər güclənə bilər. Yadda saxlamaq lazımdır ki, proqnozlar dəyişə bilər. Səbəb isə günəş aktivliyi dinamikdir və dalğalamalara məruz qalır. Ən son məlumatları əldə etmək üçün alimlərin yeniliklərini mütəmadi olaraq izləmək tövsiyə edilir. Maqnit qasırğaları sağlamlığa necə təsir edir? Artan geomaqnit aktivliyinin ən ümumi simptomları, yuxu pozğunluqları, artan qıcıqlanma və narahatlıq, baş ağrısı və baş gicəllənmə, migrenin kəskinləşməsi, yorğunluq hissi, konsentrasiyanın azalması, meteo həssas insanlarda xroniki xəstəliklərin kəskinləşməsi, yox zaman belə günlərdə insanlar səhhətinin pis olmasından, baş ağrılarından, konsentrasiyanın zəifliyindən, yuxunun pis olmasından şikayətlənirlər. Xroniki xəstəlikləri və immuniteti zəif olan insanlar risk altındadır. Fırtınanın mənfi təsirlərini minimuma endirmək üçün sağlam həyat tərzi qaydalarına əməl edin. Belə günlərdə stressdən və ağır yüklərdən uzaq durmalısınız. Daha az yağlı, qızardılmış, duzlu və ədviyyatlı yeməklər yeməyin. Bunun əvəzinə həkimlər daha çox tərəvəz və meyvə məsləhət görürlər. Qəhvə, siqaret və spirtdən imtina edin. Daha çox maye adi su və ya bitki çayları içməyə lazımdır. Otağı mütəmadi olaraq havalandırın və ən azı qısa müddətə təmiz havada gəzməyə çalışın. Mümkünsə günün eyni zamanda yatın və kifayət qədər yuxu aldığınızdan əmin olun. Xəbər üçün bildirək ki, maqnit qasırğası günəş alovları və tac kütləsinin atılması nəticəsində yerin maqnit sahəsindəki pozuntudur. Günəş küləyi axınları yerə çatdıqda maqnitosferdə dalğalanmalara səbəb olur ki, bu da hava şəraitindən asılı olan insanların rifahına mənfi təsir göstərə bilər. Mümkün nəticələrə baş ağrısı, qan təzyiqində, sıçrayışlar və ümumi zəiflik daxildir.